Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün mənimlə bir gün keçirəcəksiniz burada məktəbdə. Hardasa saat 9-a işləmişdən məktəbdəyəm bugün. Hal-hazırda isə saat 1-ə işləyib. Bir xeyli iş həll eləmişəm. Bəzi hesabatları yazmalıyam, amma yenə də hələ tamamlamadığım bəzi işlər qalıb. Özümə çay fasiləsi vermişdim. Dedim bu arada sizlərlə biraz söhbət edək. Danışmaq istədiyim bir mövzu var. Müəllimlərin iş rejimi. Biz bugün məsələn 9-dan saat 2-yə qədər çalışırıq, məktəbdəyik. Sakitçilikdir. O qədər sakitdir ki, heç bu sakitliyə öyrəşməmişəm demək olar. Onlar yoxdular, şagirdlər yoxdular. Biraz sıxıcıdır deyə bilərəm. Həqiqətən də şagirdlər olanda sanki daha az yorulurdum. Dal-dalınca 5 dərs keçmiş olsam belə daha az yorulurdum, nəinki indi. Amma bu bizim işimizdir. Onlar olsa da olmasa da biz öz işlərimizi həll edirik. Bəzi insanlar elə düşünürlər ki, ümumiyyətlə müəllimlik haqqında heç bir fikri olmayan insanlar düşünürlər ki, bu iş çox asandır və biz sadəcə dərsimizi deyib gəlirik. Lakin bu prosesin əslində dərsdən öncə və dərsdən sonra deyə əlavə prosesləri də var. Məsələn, dərsdən öncə həmin dərsin planlanması, hazırlanması, müəyyən məsələn aktivite varsa o dərsin içərisində biz onu hazırlayırıq. Məsələn, kağızları çıxardırıq falan bu şəkildə və dərsdən sonra olan proseslər, məsələn, KSG və BSG zamanlarında onların yoxlanması, qiymətlərinin yazılması, hesabatlarının çıxarılması. Məsələn, hal-hazırda gəlirik, inanırsınız saat 1-in yarısıdır, amma necə keçib vaxt mən heç fərqində belə olmamışam. Bir də gördüm ki, saat artıq 12-dir və mən heç nə çəkməmişəm. Sadəcə ilk girdiyimizdə bir şeylər çəkmişdim. Bugün demək olar ki, dayanmamışam, fasilə verməmişəm. Fasilə vermədən işləmişəm. Dünən də həmçinin sadəcə bir yemək fasiləsi vermişdim arada. Yenə indi bir yemək fasiləsi verib yenidən öz işlərimə davam eləyəcəm və siz də mənimlə burada birgəsiz. Ola bilər ki, bu videonu 2 günlük vlog şəklində eləyim. Çünki çəkdiklərim əgər az olsa, sabahı da əlavə eləyəcəm üzərinə. Mütləq mənə aşağıda görmək istədiyiniz video tiplərini, mənə olan suallarınızı, müəllimliklə, DKT sertifikatı ilə, bütün suallarınızı kommentlərdə mənə yazmağı unutmayın. Orada yazın ki, mən də onları nəzərə ala bilim. Növbəti videolarımda onlar haqqında danışa bilim və fikirlərinizi də aşağıda mənimlə bölüşün ki, videonun sizin üçün yararlı olub-olmadığını, maraqlı olub-olmadığını mən də görə bilim. Okay, fasilə bitdi, işlərimizə davam edirik. Bəzi hesabatlarımı bitirməliyəm, onları bitirəcəm. Ancaq ki, vaxtımıza da az qalıb, zaten saat 1-ə qalıb. Hardasa 1 saat vaxtımız var. Görək, 1 saata nə qədər iş görə biləcəyik. Deməli, sizlərə biraz elektron jurnalın rahatlığından danışmaq istəyirəm. Bildiyiniz kimi, Bakı şəhəri ərazisindəki məktəblər artıq elektron jurnal sisteminə keçib. Yəni, biz artıq kağız jurnallardan istifadə etmirik. Onun əvəzinə hər şeyi elektron jurnala yazırıq. Qaybları da, qiymətləri də, iştirak etdi, etmədi, hər birini elektron jurnalda qeyd edirik və il sonu hesabatlarını yazarkən bu müəllimlər üçün çox böyük üstünlükdür. Çünki müəllimlərin vaxtı ikən bir-bir əllə hesabladığı qayblar, bir-bir əllə hesabladığı illiklər, yarım illiklər elektron jurnalda hazır hesablanmış vəziyyətdə olur. Yəni biz, sizə göstərim, boş hesabat vərəqlərinin, boş bir hesabat vərəqi tapmadım. Boş hesabat vərəqlərini sadəcə elektron jurnalda hazır olan məlumatlarla doldururuq. Və yaxud da mən hal-hazırda bu şəkildə eləyirəm, lakin digər müəllimlər isə kompüterdən, mən planşetdə rahat işləyə bilmədiyim üçün belə köçürürəm, lakin müəllimlər kompüterdə bunu hətta hazır cədvələ daxil edə bilirlər və bu daha da işi rahatlaşdıran bir prosesdir və elektron jurnalın üstünlükləri sadəcə bundan bitmir. Eyni zamanda
bildiyiniz kimi böyük bir rəqəmsal məktəb platforması var ki, orada şagirdlər öz qiymətlərinə baxa bilirlər. Valideyn öz uşaqlarının qiymətlərinə, illiklərinə, yarım illiklərinə baxa bilir və eyni zamanda bizlər müəllimlər üçün isə onun üstünlüyü odur ki, biz orada həm elektron jurnala daxil ola bilirik, yəni rəqəmsal məktəb üzərindən, həm elektron jurnala daxil ola bilirik, həm Microsoft Copilot sisteminə daxil ola bilirik. Eyni zamanda yeni əlavə olunmuş Google AI proqramları da, yəni Google Gemini, başqa Google proqramlarına da daxil ola bilirsiniz. Bu da o deməkdir ki, siz eyni platformanın içərisində həm dərsi planlaya bilirsiniz, eyni zamanda da o dərsin prosesini, belə deyək, qeydini apara bilirsiniz. 1 saat sonrasından salamlayıram sizi. Update eləyim, işlərimi bitirmədim. Bitirə bilmədim, ancaq ki sabah səhər yenidən gəlib onları bitirəcəm və təhvil verəcəm artıq. İndi isə yığışırıq bütün bu kağızları səliqəyə salıb, yığışdırıb. Nə yaxşı ki bunları özümlə daşımıram, sizin məktəbdə qoyub gedirəm, sonra gəlib yenidən işlərimi davam edirəm. Düşünürəm ki, bu video biraz qısa oldu. Ona görə də bunu bir günlük yox, 2 günlük vlog şəklində eləyəcəm. Yəni sabah, yəni 5-ci gün, həftənin 5-ci günündə çəkəcəm. İnşallah ki, sabah daha çox şey çəkə bilərəm və daha sonra sizlərlə paylaşacağım. Hələlik isə sağ olun. Hər kəsə yeni bir gündən salam. Bugün dünənki vlogun ardını çəkəcəm. Çünki dünən çox hələ bir şey çəkə bilməmişdim. Bugün hesabatları təhvil verəcəyik, birlikdə çalışacağıq. Siz də çayınızı, kofenizi alın və birlikdə işləyək. Saat hardasa 8-dir. Saat 8-dir, bəli. İlk iş nə edəcəyik? Təbii ki, pərdələrimizi açıb, pəncərələrimizi açıb, otağı havalandıracağıq və masamı hazırlayacağım. Əslində geniş bir məktəb çantamda nə var videosu çəkməyi düşünürəm. Ancaq indi yer gəlmişkən göstərmiş olub. Bugün böyük bir çanta istifadə etmişəm, çünki içərisinə həm də planşetimi qoymuşam. Belə dəftərçəm var, indi günün planlarını yazacağıq. Və təbii ki, telefonum var. Bir də digər əşyalarım, kaşlokum, güzgüm, darağım və hər gün özümlə mütləq su və çay ya da kofe gətirirəm. Bugün çay gətirmişəm. Belə. Başlayırıq günün planını yazmağa, daha sonra isə işlərimizə. Bir daha salam, siz bir mənim masamın halına baxın. Dəhşət bir vəziyyətdədir. İndi buraları toplayıb bir çay fasiləsi verəcəm. Sizlərlə ancaq çay fasiləsində danışa bilirəm. Çünki o qədər işimiz var ki, həqiqətən yazılar, pozlar bitmir. Hələ nə yaxşı ki, keçən videoda danışdığım kimi elektron jurnal bizim işimizi çox asanlaşdırıb, amma ona rəğmən yenə yazılarımız dəhşət çoxdur. Hal-hazırda çay fasiləsindəyəm və sizlərlə danışmaq istədiyim bir məsələ var. Dünənləri biz tələbəmlə, General English tələbəmlə dərsdə modul test etdik. Yəni keçdiyimiz 4-5 mövzu üzrə qısa bir imtahan tərzi bir şeylər elədik. Bu bizim tələbənin inkişafını görmək üçün ən yaxşı vasitələrdən biridir. Burada həm vocabulary tapşırığı var idi, həm dinləmə tapşırığı var idi. Vocabulary, yəni söz ehtiyatı, həm listening, yəni dinləmə tapşırığı var idi və eyni zamanda speaking tapşırığı var idi. Bunlardan əlavə həm də biz evə tapşırıq kimi writing tapşırığı verdik ki, evdə həm də writing, bu keçirilən mövzular üzrə bir writing də yazacaq ki, writing tərəfində inkişaf elətdirə bilək.
Və biz bu prosesdə gördük ki, tələbə əslində bu 2 ay ərzində nə qədər özü üzərində çalışıb, nə qədər inkişaf eləyib. Biz onunla danışdıq ki, ilk başlarda o danışmağa tərəddüd edirdi. Baza var idi tələbədə, lakin danışa bilmirdi. O pasiv söz ehtiyatını aktivə çevirib səlis danışa bilmirdi. Ancaq artıq düşünmədən, Azərbaycanca düşünmədən anlaya bilir, Azərbaycanca düşünmədən rahat şəkildə danışa bilir və tələbənin bu cür inkişafını görmək həqiqətən müəllimliyin ən yaxşı tərəflərindən biridir. Ən başlıcasıdır desəm daha doğrudur. Bu tipli tapşırıqlar da bizim tələbənin inkişafını görmək üçün həm tələbə öz inkişafını görür. Deyir ki, artıq mən bir neçə mövzu haqqında eyni anda danışa bilirəm. Yəni bir sual bir neçə mövzunu əhatə eləyir və bu zaman həm iki mövzunu qarışdıraraq cavablar verir və bu zaman hər iki mövzunu necə qavradığını biz başa düşmüş oluruq. Bir də nədən danışmaq istəyirəm? Bir kolleqamla danışırdıq keçən dəfə ki, tələbədən sözlər necə soruşulmalıdır? Ümumiyyətlə tələbə sözü necə öyrənməlidir? Bu haqqda mən çox qarışıq şeylər görürəm sosial mediada. Müəllimlər görürəm ki, tələbədən sözün Azərbaycancasını tələbəyə deyir və tələbədən sözün ingiliscəsini alır. Və bu belə davam edir. Məsələn, ifadələrdə hansısa ifadələr, for example, couch potato, bunu tənbəl adam və qarşıdakı da couch potato deyə Azərbaycanca ingiliscə şəklində soruşur. Əgər tələbə General English dərsinə gəlibsə və onun məqsədi danışmaqdırsa, o zaman ona bu şəkildə ifadə və söz əzbərlətmək heç bir effekti olmayacaq. Yəni bu onun danışığına təsir eləməyəcək. Buna görə strukturlaşmış və buna uyğun tapşırıqlar işləmək lazımdır. Birəbir Azərbaycancası ilə söz soruşmaq bu tələbəyə heç bir inkişaf verməyəcək. Əgər siz tələbəsinizsə, mütləq buna fikir verin. Bu şəkildə tədris olunan dərslərə pullarınızı yatırmayın. Və yaxud əgər siz müəllimsinizsə, narahat olmayın, ola bilər. Hər kəs bu prosesdən keçir, hər kəs səhv edə-edə öyrənir və anlayın ki, bunlar sizin tələbənizə heç bir effekt verməyəcək və o tələbə özündə, belə deyək, danışığında, bəlkə söz ehtiyatında, readingində dəyişiklik hiss eləyəcək. Ona söz yox, mətnləri oxuyarkən anlayacaq. Amma o mətnləri oxuyarkən, o dinləməni edərkən onun beyni Azərbaycanca düşünəcək. Çünki siz ondan Azərbaycanca soruşursunuz. O da dinləməni edərkən Azərbaycanca düşünəcək, Azərbaycanca tərcümə eləməyə meyilli olacaq. Eyni zamanda da reading, yəni oxuma mətnləri zamanı da yenə beyni tərcüməyə gedəcək. Ona görə də bu metodlardan kənarlaşıb, həqiqətən sırf danışığa əsaslanan, sırf kommunikativ dil təliminə əsaslanan tapşırıqlar hazırlayın və yaxud hazır tapşırıqlar var. Mən də özümdə hazır tapşırıqlar əldə etmişəm ödənişlə və onun üzərində hər zaman axtarışdaydım ki, ən doğru tapşırıqları necə tapa bilərəm, ən doğru üsulu necə tapa bilərəm və o şəkildə mən bu hal-hazırda işlədiyim materialları almışam və həqiqətən də təsirini %100 görürəm. Və dediyim kimi, əgər siz də müəllimsinizsə, axtarmaqdan çəkinməyin, istəməkdən, kömək almaqdan heç vaxt çəkinməyin və mütləq öz üzərinizdə işləyin ki, tələbə də sizdən razı qalsın və bu sizin gələcək karyeranızda da yüksəlişə səbəb olsun. Nəhayət ki, bugünkü işlərimi yekunlaşdırdım. Hər birini burada papkalara qoymuşam, fayllara qoymuşam. Həm yarım illəri, həm illikləri uşaqların qiymət cədvəlinə köçürtdüm, bitirdim, şükürlər olsun. Sadəcə qayıbları hesablamaq və oraya yazmaq qaldı. Onlar da artıq gələn həftə edəcəm. Elə bir şey qalmadı, əslində ciddi bir şey. Belə, bura qədər videonu izlədinizsə mütləq bəyənməyi və abunə olmağı unutmayın ki, növbəti videolardan da xəbərdar olasınız. Və nə kimi videolar istədiyinizi isə kommentlərdə mənimlə bölüşməyi unutmayın. Mütləq onları oxuyacağam, mütləq cavablandıracağam.
Belə sizə bir sağ ol demək istədim buradan. Hər kəsə qəşəng həftə sonları diləyirəm. Əslində bilmirəm bu videonu nə zaman izləyəcəksiniz. Əgər həftə içidirsə, gözəl bir həftə sonu diləyirəm. Əgər həftə sonudursa, gözəl bir həftə diləyirəm. Belə növbəti videolarda görüşənədək sağ olun.